Şəki məscidləri başlığı ilə çəkdiyimiz videoların sonuncusudur bu gün. Fəaliyyətdə olan 4-cü məsciddir. Şəkinin tarixi hissəsində Qoruq ərazisindəki İmam Əli məscidindəyik. Tarixi hissədə Karvansarayın yanından içəri yol keçir. O yolla gələndə görürsünüz yolun sağında buranı. Həm də Şəkinin mənzərə şəkillərinə baxanda bir minarə görsənir. Demək olar bütün şəkillərdə o buranın minarəsidir. Minarə 94-cü ildə tikilib. Məscidin özü ən orijinal formada 18-ci əsrdir. 2 otaqlı bir məscid olub burada. Ondan sonra həmin hissə dağılır. 1887-88-lərdə buradakı arkada gördüyünüz məscid inşa olunur. Yenə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yanında bir məktəb tikilir. Bura hal-hazırda aktiv məktəbdir. Şəki şəhər 2 nömrəli məktəbdir bura. Bu məscidin özünün də fəaliyyəti dayandırılır Sovet dövründə və bura daha məktəb olur. Ondan sonra idman zalına çevirirlər. Amma müstəqillik əldə olunandan sonra həm minarə inşa olunur, həm də məscid kimi fəaliyyəti bərpa olunur buranın. Buranın kiçik və sərin bir həyəti var. Turistlərlə küçələrdə gəzəndə əzəmətli bina var deyə mütləq soruşurlar ki, bu nədir? Ona görə istədik bu məscid haqqında da müstəqil bir dənə video çəkək. Qalan detallarla bağlı özünüz Şəkiyə gələndə düz Karvansarayın yanındadır. Qapı da daim açıq olur. Keçib içəriyə detallı baxa bilirsiniz.